Əziz Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bu ay başlamamışdan qabaq xütbə-i Şabaniyyədə, Şaban ayının axır günlərində Ramazan ayı barəsində bir xütbə oxuyubdu ki, eşidibsiz, oxuyubsiz, elə bilirəm ki, əvvəlində Həzrət Əli əleyhissalam nəql edir Peyğəmbər salavatıllahdan ki, yəni ravisi Əmir-əl-Müminin Həzrət Əli əleyhissalamdır ki, Həzrət buyurur, Peyğəmbər salavatullah Şaban ayının axır günlərində belə bir xütbə elədi, buyurdu, Əyyuhən nas, ey insanlar, innəhu qad əqbələ iləykum şəhrullah, sizə üz gətirib Allahın ayı, Allah ayı sizə üz gətiribdir, bil bərəkəti və rəhməti və məğfirə. Öz bərəkəti ilə, öz rəhməti ilə və öz bağışlanmaq və məğfirəti ilə. Belə bir aydır bu ay. Ki, bu ayda Allahın bərəkəti daha çoxdur bəndələrinə, rəhməti daha çoxdur, Allahın bağışlamağı da daha çoxdur bu ayda. Bu günləri lazım bildim bir neçə kəlmə Allahın rəhməti barəsində və bizlərdən necə rəhmət istəyibdir, bu barədə sizin xidmətinizə bir neçə kəlmə ərz eləyək inşallah. Allah-u Teala rəhimli Allahdır. Allahın rəhməti çox-çox genişdir. Bunu dəfələrlə eşitmişik və bilirik. Allahın rəhməti onun qəzəbindən və əzabından daha genişdir və irəlidədir. Allahın rəhməti o qədər genişdir ki, hətta qiyamət günündə ona günah eləyənlər belə ümidləri var Allahın rəhmətinə ki, Allahın rəhməti onlara da halına şamil olar. Bu qədər genişdir Allahın rəhməti. Həm bu dünyada və həm axirətdə. Biz ki, gündə ən azı namazlarımızda bir neçə dəfə və ayrı işlərimizdə də Allahı o rəhmət, onun rəhman və rəhimiyyəti ilə yad edirik ki, Bismillahirrahmanirrahim. Allah-u Teala istəyir ki, hər ləhzə biz Allahın rəhmətin yaddan çıxartmayaq. Onun rəhmətindən naümid olmayaq. Onun rəhməti ilə yaşayaq. Rəhmət, yəni Allahın mehribansılığı, Allahın şəfəqqəti, məhəbbəti, mərhəməti, bağışlamağı və ehsanı. Rəhmətin mənası budur. Ki, Qur'an-ı Kərimdə təqribən 290 dəfə Allah-u Teala öz rəhmətin bizlərə istəyir, yad eləsin və bizi öz rəhmətinə tərəf diqqətimizi cəlb eləsin. Qur'an-ı Kərimdə görürük ki, çox yerdə Allah-u Teala öz rəhmətindən söhbət edir və onların elə biri də bizə bəhs eləyərdi ki, Allah-u Teala nə qədər rəhməti böyüdür ki, Qur'an-ı Kərimdə məsələn mübarək ayələrin birində buyurur, İnnəlləhə bikum lərraufun rəhim, təkidlə gətirir. O ayədə neçə dənə təkid var ki, həqiqətən bilin ki, Allah sizlərə qətən mehriban və rəhimlidir. Biz Allahın rəhmətinə gərək ümidimiz olsun. Düzdür, insan bir iş görməsin, üsyan eləməsin Allahın qabağında. Amma naümid də olmaq böyük günahlardandır. İnsan Allahın rəhmətinə gərək ümidvar olsun. Və Peyğəmbər salavatullah əyyəmmə əleyhissalam bizləri buna tövsiyə ediblər ki, heç vaxt öz əməllərinizə güvənməyin. Allahın rəhmətinə güvənin. Feyzi Kaşani rəhmətullah aleyh nəql edir Həzrəti Peyğəmbər salavatıllahdan bir hədis ki, o hədisdə Peyğəmbər salavatullah buyurur ki, əgər qiyamət günündə görsəz ki, Allah-u Teala məni də öz behiştinə daxil edir, Peyğəmbər salavatullah buyurur. Bilməyin, elə bilməyin ki, mənim əməllərimə görədir. Bu Allahın rəhmətidir ki, mənim də halıma şamil olubdur. Allahın rəhmətidir ki, hər bir şeyi
əhatə eləyir. Və bizlər də o rəhmətə gərək ümidimiz olsun, o rəhmətin sayəsində gərək yaşayaq, əməllərimizi də bu yolda, bu yönəmdə əməl eləyək. Öz əməllərimizə güvənməyək. Demək ki, elə bizdən başqa kim yaxşıdır ki? Yox, əməllərimizi eləyək, ixlasımız olsun, fəqət Allaha xatir əməl eləyək, amma Allahın rəhmətinə də ümidimiz olsun ki, inşallah Allahın rəhməti bizim halımıza da şamil olar. Əymə əleyhissalam da belə olub, Peyğəmbər salavatullah da belə olub, rəhimli olublar, rəhmət yiyələri olublar və bizləri də rəhimli olmağa, rəhmətlə rəftar eləməyə biri-birimizlə dəvət ediblər. Bu ay ki, məxsusən fürsətdir. Rəhimli olan Allah, Peyğəmbər, Əhl-i Beyt, rəhimli, Quran, bir rəhmət kitabı və ayda rəhmət ayıdır. Bu ayda fürsətdir ki, insan özünü tərbiyə eləsin, insan da rəhimli olsun, məxsusən müminlərin arasında əşiddə vələl kuffar və ruhamau beynəhum. Müminlər biri-birlərinin arasında gərək rəhimli, məhəbbətli olsunlar, ülfətlə, bağışlamaqla, ehsanla gərək bir-birlərindən keçinsinlər. Bu ay elə bir aydır ki, Allah-u Teala deyir, bu ayda hər günündə milyon insan cəhənnəm əzabından azad eləyər. O qədər Allahın rəhməti genişdir. Və məxsusən cümə günləri hər saatında milyon insanı öz əzabından, cəhənnəm əzabından uzaq eləyər, bəri eləyər. Tək dünyadan gedənləri yox, elə bu dünyada olanlar da yəni bu hədisə şamildilər. Yəni onlar ki, Allah uzaq eləsin, bu dünyada bir işlər görüblər ki, müstəhəqdirlər. Allahın haqqı var ki, onları cəhənnəmə aparsın Allah-u Teala. Bu ayın hörmətinə, əgər onlar bir balaca Allaha tərəf diqqət eləsələr, Allahdan bağışlanmaq istəsələr, Allah-u Teala onları da bağışlayar. Allah-u Teala onları da cəhənnəm odundan uzaq eləyər inşallah. Əymə əleyhissalam da belə olublar, rəhmətlə, ülfətlə, bağışlamaqla, həm müğəmləri bu olubdur ki, insanlarla rəhmətlə rəftar eləsinlər. İmam Hüseyin əleyhissalam o Kərbəlada, Aşura günündə, o meydanın ortasında nə qədər əzab, əziyyətlərin içində yenə də düşmən qoşunun moizə elirdi. Sözünün canı bu idi, yəni məzmunu bu idi ki, hələ fürsət var. Hələ siz Allahın nümayəndəsini qətli yetirməyibsiz. Niyə bu 30 min qoşun Allaha üsyan edib cəhənnəmə daxil olsunlar? Tövbə eləyin, qayıdın, birlikdə behiştə tərəf hərəkət eləyək. Bu İmam Hüseyin əleyhissalamın rəhmətidir. Demir ki, Allah elə bunlara əzab ver. Axır ləhzəyə qədər istəyir ki, onları hidayət eləsin. Ürəyi yanır oralara. Rəhmət yəni bu da mehribansılıq. Həzrət Əli əleyhissalam səhv eləmirəmsə, Cəməl döyüşündə idi, səhv eləmirəmsə. Deyir, o müharibə qutarandan sonra o cənazələrin arasında gəzirdi, ağlayırdı. Deyirdi, gör, bu qədər Allahın bəndəsi necə bir əməl elədilər ki, cəhənnəmə düçar oldular. Allahın vəlisi, imamın qabağında dayandılar. Onların halına ağlayırdı Həzrət. O qədər rəhməti geniş idi. Narahat idi onlar üçün. Ki, necə bunlar bir işlər gördülər ki, Allahın əzabına düçar oldular. Allah-u Teala bizlərdən də rəhimli olmaq, bir-birimizlə rəhmətli olmağı istəyir. Allahın bizlərə də tapşırığı budur ki, bir-birimizlə mehribansılıqla, güzəştlə, rəhmətlə rəftar edin. Bağışlamağı bacarın bir-birimizi, keçməyi bacarın bir-birimizdən. Məxsusən bu ayda bir fürsətdir bu ay ki, insan o rəhməti özündə tərbiyə edib özünə aşılamağı bacara, kini, küdurəti, həsədi özündən uzaqlaşdırmağı bacara. Peyğəmbər salavatlığdan bu rəhmət barəsində çoxlu hədislər var. Bəzi hədislərdə buyurur ki, rəhimli insan necə olar? Bəzi hədislərdə dua edir ki, Allah rəhmət eləsin belə insanlara. Mən ikisini sizlərə təbərrükən
oxumaq istəyirəm inşallah Peyğəmbər Ali Peyğəmbərə bir salavat zikr eləyək. Həzrət Peyğəmbər salavatullah mübarək hədislərinin birində buyurur ki, Rahimallahu imra'an. Allah rəhmət eləsin. O adama ki, Peyğəmbər salavatullah dua edir. Allah rəhm eləsin, Allah rəhmət eləsin o adama. Və Peyğəmbər salavatlahın duası da biz qətən bilirik ki, məqbuldur Allah yanında. Yəni, Həzrət əgər bu insanları dua elirsə, bilən ki, Həzrətin duası qəbuldur. Allah rəhmət eləsin, rəhmlə rəftar eləsin o adamlarla ki, qəddəmə xeyrən. Bu xüsusiyyətləri var. Birincisi, özlərindən qabaq xeyir əməllər göndəriblər. Yəni, bu dünyada elə xeyirlər eliblər ki, onları ta ahirətə göndəriblər. Bəzi adamlar var, ola bilər, xeyir əməllər elir. Amma Allah uzaq eləsin, niyyəti pakdır, hansısa maddi bir umacağı var və ya Allah uzaq eləsin bir riyaya görə, hansısa insanlara görə bu işi görür. Amma Peyğəmbər salavatullah buyurur ki, Allah rəhmət eləsin. O insana ki, özündən qabaq Allaha xatir xeyir əməllər eləyib və göndərib ora. Bu dünya, hədis eşitmişik də, bu dünya ahirətin əkin yeridir. Mənası budur. Dünya məzraatul ahirə, mənası budur. İnsan burada əkə, ta burada biçməyə, gözləyə, orada biçə. Yəni, burada ta insanlardan bir şey ummur. Gözlədiyi Allahın rəhmətidir. Allah rəhmət eləsin belə insana ki, özündən qabaq xeyir əməllər eləyib, salih əməllər eləyib və göndərib özündən qabaq. Bir yetimin əlindən tutubdur, bir kasıba kömək eləyibdir, bir nəfərin abrını qoruyubdur, Allah qabağında bəndəllik eləyib, ibadət eləyib. Bunlar hamısı xeyir əməllər, əməl-i salihatdır da belə. Bu yaxşı işləri göndəribdir, Allaha layiqli bəndə olub və ibadət eləyibdir. İkincisi, vənfəqə qəsdən. Və infaq eləyə, xərcliyə bu dünyada Allah yolunda, amma hesab kitabla xərcliyə. Yəni, o qədər çox xərcləməyə ki, israf ola. Və o qədər əlində sıxmaya ki, xəsis kimi tanına. İnşallah ikinci xütbədə bir hədis var, elə bu mövzuya da işarə olunur orada, oxuyacaq İmam Həsən Əsgər əleyhissalamdan. Yəni, bu dünyada insan belə ola ki, həddində xərcləməyə bacara, həm özünə, həm ailəsinə, həm ətrafına, həm Allah yolunda, din yolunda, dinin qabağa getməyinə, Hüseyniyələrin, məscidlərin tikilməyinə, ehsanların verilməyinə, möminlərin işlərinin həll olmağına və ilaxır və ilaxır. Öz həddində əlbəttə, hər şey öz həddində. Allah-u Teala rəhmət eləsin Peyğəmbər sallallahu buyurur belə insana. Həddində xərcləməyə bacarır, israf eləmir heç bir yerdə. Və qalə sidqən və danışanda düz danışır. Allah rəhmət eləsin o insana ki, dili düz danışmağa adət eləyibdir. Yalancı adamdır. Yalan şərlərin başıdır. Yalancı adamdır. Əlbəttə, düz danışmağın mənası da budur. İnsan elə hər düzü də danışa. Bəzi düzlər var ki, danışsan, iki nəfərin arasında düşmənçilik salacaqsan, kimdəsə kin-küdürət yaradasın. Bir müminin canı, malı xətərə düşəcək. Orada demir sənə yalan danışanma, düz danışmağa da məcbur deyirsən ki, ən azı budur ki, insan sakit qalsın. İnsan sakit qalmağa bacarsın. Həzrət Əli əleyhissalamdan hədisdir, elə bu cürə ki, Həzrət Əli əleyhissalam buyurur, Rahimallahu, Allah rəhm eləsin. O insana, Allah rəhmət eləsin, o insana ki, qalə xeyrən fəğənim. Danışanda xeyirlə danışır. Danışır, xeyirli sözlər danışır, elə bir söz danışır ki, insanlara xeyir verir, möminlərə xeyir verir, özünə xeyir verir. Xeyirli sözlər danışır və bu sözlərin vasitəsi ilə gəlir əldə edir özünə. Yəni, azuqa yığır özü üçün ahirətinə, qənimət əldə edir. Əgər danışa bilmirsə xeyir sözlər, o səkətə fəsəlim. Əgər yaxşı söz danışa bilmirsə, xeyir verən söz danışa bilmirsə, səkətə, sakit qalıbdır, fəsəlim və amanda qalıbdır. Niyə insan elə hər sözü danışsın? Bir sözü ki, ondan
xeyir yoxdur cəmiyyətə, möminlərə. Elə hər yerdə mən məcbur deyirəm ki, durum hər kəsin barəsində, hər işin barəsində, hər sözün barəsində nəzər verim. Məcburam, məcbur deyirəm ki. Allah rəhmət eləsin, Şəhid Murtaza Mütəhhiridir, iki böyük ustadı, İmam Xümeyni rəhmətullah və Allamə Təbəətəbəyi rəhmətullah. Deyir ki, bunlar ikisi də böyük filosof, böyük alim, böyük arif. Deyir, bunların ikisini də dəvət eləmişdim. İstirdim ki, bunlara bəzi elmi mübahisələrə bunları vadar eləyim ki, bunlar məsələn elmi mübahisə eləsinlər, iki dənə böyük filosof, alim. Tanışsınlar, mən də oradan pay aparım da, arada öz xeyrimi aparım, hərəsi öz nəzərini deyəcək məsələn. Deyir, nə illah elədim, bunları o elmi mübahisə, bəhs eləməyə vadar eləyə bilmədim. Hansına sual verirdimsə, o cavab verirdi, o biri sakit qalırdı. Əgər imamdan soruşurdumsa, Allama heç nə danışmırdı. Məsələn, imam bir söz deyibdi, o da oradan desin ki, yox, bu belədir, belədir, belədir. Düz yazar, imam öz nəzərin hər nə deyirsə, deyir, Allama sakitdir. Ona sual verirdimsə, bu sakit qalırdı. Heç kəsə ümumi sual verirdim, hər ikisi sakit qalırdı. Gözləyirlər ki, o biri cavab versin. İnsan elə hər yerdə, hər nəyi danışmağa vacibdir. Məcbur deyirəm ki, məndən bir şeyi soruşmurlar. Görürsən biri, nə bilim, oturmuşuq filan yerdə, biri o biri stolda nə isə danışır. Mən məcburam, ona da cavab verim orada ki, bu məsələ belədir, belədir. Soruşsalar cavab ver, soruşmasalar cavab vermə. Allah rəhmət eləsin, Həzrət Əleyhisselam buyurur, o adama ki, danışanda xeyir verir, xeyirli danışa bilməyəndə sakit qalıb, amanda qalıbdır, salim. Danışmadığına görə insanı soru-sual eləmirlər ki, əlbəttə bəli, bəzi yerlərdə ki, görürsən, din xətərdədir, müminin canı xətərdədir, bəzi yerdə danışmaq vacibdir. Bizlər görürsən, bəzən qarışdırırıq, vacib olan yerdə danışmırıq, vacib olmayan yerdə danışmaq lazım olmayan yerdə danışırıq. Söz-sözü zəkirdə məsələn, deyir ki, insan ailəsində gərək mehriban olsun, desin, gülsün, danışsın. İndi bir nəfər çöldə məsələn, dost tanışla elə deyir, gülür, evdə gəlir olur, sakit. Gəl məsələn, istəyir ki, ciddiyyət qorusun. Halbuki, burada danışmaq lazımdır, burada mehribancılıq eləmək lazımdır. Burada uşaqlarla söhbət eləmək lazımdır, oynamaq lazımdır. Burada nə ciddiyyət göstərsənsə. Bəzən qarışır bu məsələlər. İnsan gərək yerin bilsin ki, harada danışmalıdır və harada sakit qalmalıdır. Hazreti Peyğəmbər salavatullah buyurdu, Allah rəhmət eləsin o insana ki, danışanda düz danışır. Və mələkət davaiyə şəhvətih və ləm təmlikhu. Və öz şəhvətinin, şəhvani istəklərinin dəvətlərinə malikdir. Şəhvət ona malikdir. Şəhvəti ona hökm eləmir. O şəhvətinə hökm edir. Allah rəhmət eləsin belə adama. Şəhvətinin cilovu onun əlindədir. Bilir harda, necə. Malikdir öz şəhvətinə. Və axırıncısı, və əsa əmrə nəfsih fələm təmlikhu. Və üz döndərir öz nəfsinin əmrlərindən və o nəfsi ona malikdir. Allah rəhmət eləsin belə insanlara. Nəfsi elə hara istədi onu çəkib aparmır. Nəfsi istəyir filan şeyi yesin, nəfsi istəyir filan sözü desin, nəfsi istəyir filan rəftar eləsin. Belədir. Nəfsinin maliki odur. Onun ağlıdır ki, onun şəhvətin, nəfsin, məhəbbətin hətta kontrol edir. Allah rəhmət eləsin belə insana. Bu gözəl xüsusiyyətləri Allah aşılamaqda bizlərə tövfiq versin inşallah bu gözəl ayda. Və bir gözəl hədis də rəhmət barəsində var. Çox gözəl hədisdir, istədim bunu da oxuyaq sizlərin xidmətinə. Həzrəti Peyğəmbər salavatullahdan da çox incə nöqtələrdə həqiqətən. Biz bəzən elə bilir ki, məsələn, rəhmət elə budur ki, yaxşı adam rəhm eləsin də. Tabi nə var ki, məni əsəbləşdirdi, ta ona rəhm eləmək
lazımdır. Bir nəfər ki, məsələn, əvvəl bir balaca pis olubdur da ona rəhmlə rəftar eləmək lazımdır. Ancaq elə yaxşılara, yaxşıya rəhm eləmək, heç kəsin mənlə işi yoxdursa səbirli olmağa, rəhm eləməyə nə var ki? Elədir, elədir. Rəhmət o yerdədir ki, bir şey mənim meylimin əksinədir, mən orada rəhmlə rəftar eləməyə bacarıram. Həzrəti Peyğəmbər salavatullah bir salavat zikr eləyək. Gözəl bir hədisdə Həzrət buyurur ki, İrhamu azizən zəllə. Rəhm eləyin. Rəhmətlə rəftar eləyin. O izzətli insandan ki, indi zəlil olubdur. Əvvəl imkanı var idi, şəraiti var idi, pulu, varı, dövləti var idi. Bir əziz idi özü üçün, cəmaatın arasında bir izzəti var idi. İslam gör nələrə diqqət edir. Deyir, indi zəlil olubdur, tas sınıbdır. Tas sınandan sonra sən də ondan qəzəblə, pis rəftar eləmə, ona rəhm elə. Ondan rəhmətinlə rəftar elə. Gör nələrə İslam o qədər gözəl dindir, nələrə diqqət edir. Çox yerdə belənçinətdə, məsələn, deyir ki, kafirlərin o xanımları ki var, izzətli olublar, məsələn, kəniz olmayıblar da, azad olublar, pullu, varı, dövlətli olublar, deyir, əsir düşəndə də heç kəsin haqqı yoxdur İslamda bunları kəniz götürürsün özündəki bəziləri təəssüflər olsun bu işləri görürdülər. Onların o izzətin sındırmaq olmaz, o bir-iki gün elə kəniz kimi olsa, ölüb gedər ya qəm-qüssədən, ya azab əziyyətdən, adət eləməyib belə yaşamağa. Bir nəfər ki, deyir, əvvəl əziz olubdur, izzətli olubdur, bu günləri ala doğuran dəyişib, zəlil olubdur, onunla rəhimli rəftar eləginə. Düzdür, o bir dənə ibrət mənbəyidir insana. İnsan baxıb gərək ibrət götürür. Amma rəhimlə rəftar elə daha. Sən də onu lab zəlil eləyib sındırma ginə. İkincisi, və qəniyyən iftəqərə. Birincisi, əziz idi, hörmətli idi. Məsələn, hamının arasında izzəti var idi. Hala bir elminə görə, nə bilən, vəzifəsinə görə və ilaxır. İkincisi, o adam ki, imkanlı olubdur, ғəni olubdur, pullu adam olubdur, iftəqərə, indi fəqir olubdur. Baxmayaraq ki, ғəni olan vaxtı, məsələn, çox da əli açıq adam dördür, çox da, məsələn, insanları təhvil alan dördür. İndi Allah fəqir olubdur, zamana fırlanıb, bu adamın hər nəyi əlindən gedibdir, ondan rəhimlə rəftar elə, rəhimli ol günə. Sən də ona ta yara vurma günə. Dinin gözəlliyi buradadır. Rəhm elə əzizən zəllə və qəniyyən iftəqərə və alimən zaə fi zamanı cəhal. Fi zamanı cəhal. Və o alimlə, rəhmlə rəftar eləginən ki, cahillərin zamanında yaşayır. Cahillərin içində yaşayıbdır. O adamla da rəhmlə rəftar elə. Rəhimli o günə bir dənə alimdir. Düşüb cahillərin içinə, nə dərdin deməyə bir adam tapa bilir, nə həmfikir olmağa bir adam tapa bilir. Çətin məsələdir, çətin məsələdir. Bunlarla Həzrəti Peyğəmbər sallallahu buyurur ki, rəhmlə rəftar eləyin. İrham, turham. Əgər rəhimli olsaq, biz də Allahın həm rəhmətinə, həm də başqalarının rəhmətinə şamil olarıq. Bizlə də rəhmlə rəftar eləyərlər. Allah-u Teala bu dünyada bizlə rəhmlə rəftar eləyər, ahirətdə də əgər biz rəhimli olsaq, o da bizlə rəhimli olar inşallah.